Ata, bax sənə nə gətirdim? Hüquq fakültəsinin diplomu. Qızım bir vəkil oldu artıq. Qiymətlərimi görürsən, mən ən yaxşılar siyahısındayım. Bütün şirkətlər artıq arxamca qaçır. Mənə eşidirsən, ata? Bilirəm ki, mənimlə fəxr eləyirsən. Bunun olacağını sən həmişə mənə deyirdin. Sənin sevgin məni bu günlərə gətirdi. Sənə verdiyim sözü tuttum, ata. Çox darıxmışam. Hala. Nədir canım? Əslində sənə demək istəmirdim, amma... Bilirsən, səni həmişə belə qəmgin görəndə... Nəysə, keç bunu. Nə deyəcəkdim? Atabı kimi öldürüb bilirəm. Ne? Kim? Kim Cavid?
Buranı təmizləyin. Oldu Samir müəllim. O hissənin başına daxili qapılar deyə bir lövhə asarsınız. Başqa digər istehsal sahələrində isə açıqlayıcı yazılar olsun. Dərhal rəngləməyə başlayın. Getməmişdən əvvəl görmək istəyirəm. Bugün bazar günü olduğundan sabah edəcəyim. Sabah yox, bugün. Bugün zəngilin qoy gəlsinlər. Bu qapı fabrikanı bu hala gətirməyə neçə il vaxtınız aldı? 2 il Samir bəy. Yəni, yeni bir sıçrayış etmək üçün kifayət qədər təcrübəniz var. Sabah mətbəx sistemlərinin istehsalında dünyanın sayılan firmaların biri ilə görüşəcəyik. Əgər razılaşa bilsək, ortağımız kimi burada çalışacaqlar. Həm bizim üçün, həm Aziya üçün. Bu 5 il əvvəl yalnız yuxuda görə biləcəyim bir arzum idi. Ölkə olaraq gözəl bir məqam yaxaladıq. Geridə qalmamalıyıq. Bütün bu məsuliyyətini dərk edirsinizmi? Əlbəttə Samir müəllim. Qonaqlarımız bura gələndə çox təəccüblənəcəklər. Yaxşı. Xaricilər deyir ki, şeytan xırdalıqda gizlənir. Məncə isə mükəmməllikdə. Bəli. Rusiya Federasiyası qoz sertifikatı 2010-cu ildə təsdiq olunub. ISO 9001 keyfiyyətli idarə sertifikatı 2009-cu ildə təsdiq olunub. ISO ətraf mühitin idarə olunması sertifikatı Avropa Birliğinin sertifikatı yoxdur ki. Keçən il oğurluğa qarşı təhlükəsizlik sertifikatı almışıq. Əla. Elə bunu birinci qoyun. Əgər razılaşsaq, onlarla keçirəcəyimiz kontrakt modelini ən birinci qoymuşam. Bu, onların ticarət hüququ ilə əlaqəli maddələri, bu isə Braziliya və İtaliya ilə keçirəcəyimiz müqavilənin nümunələri. Əgər vaxtınız yoxdursa, hamısını izah edə bilərəm. 2 həftədə hazırlaşır. Səbirli olmağa çalışın, Samir xanım. Ofisdə vaxtımız olmadığı üçün fabrika gəldim. Burada da bütün günü dalvızca qaçmışam. Sabah vacib bir iclasımız var və hazırladığım sənədləri oxumaq məcburiyyətindəsiz, Samir müəllim. Oxudum. Kifayət qədər uğurlu alınıb. Afərin. Dünən axşam yollamışım. Yəni, sən bir buna bax. Amma bu... Bəli, bəli. İngilis konsultasiya firmasının bizim üçün hazırladığı raport. Siz mənə etibar eləmirsiniz? Bəlkə mən şirkətin gələcəyi üçün təkcə sənə güvənməliyim. Bəli. Sənin işin çox dikbaşdır. Amma özünə əminliyindən çox xoşum gəldi. Sabahki iclasda səni görmək istəyirəm yanına. Ədliyyədən zəng edirlər mənim üçün. Bəli, Məhəmməd Rəhman. Hə, bir yer deyil. Yox, başqa xəbərim var. Sabahki iclasda mən iştirak eləyə bilməyəcəm. Bu gecə sən öz işinlə bunu müqayisə et, burada yazılanları. Sabahları sən hazırladığın sənədləri onlara verəcəm. Çox sağ olun. Artıq deyəsən özünə yeni bir ev tapırsan. Hə, Samir bəy, çox gözəl evdir. Belə geniş, səssiz. Maaşımı qaldırmasaydınız, tuta bilməzdim o evi. Biraz da sizin sayənizdə oldu. Öz sayəndə oldu Samirə. Çalışdım və bunu qazandım. Hə, axşam iş yoldaşlarımı yeməyə dəvət edəcəm. Siz də gələ bilərsiniz. Amma onu da deyim ki, çox gözəl yeməklər bişirirəm. Siz də gəlin. Nə olar?
Bəlkə də belə yaxşıdır. Narahat olmayın, o qız təcrübəsizdir. Mən nəzarət eləyirəm. Dedim ki, arxayın olun. Hər şey danışdığımız kimi olacaq. Yaxşı, mən indi danışa bilmirəm. Özüm zəng eləyərəm, Məmməd əməm. Yaxşı. İlqar, dayan. Alo. Ne oldu İlgar işi həll eləyə bilmir? Ata, çəkmə də o sigareti. Ürəyin də xəstədir. Öldürəcək o səni. De istəkən ki, istəkən çay versinlər. Mehpar 2 çay gətir oradan. Ata, sənə demişdim, B planı var. Yəni İlqar bacarmasa... Qıza, bu iş sənli deyil. Başımıza it oynayacaq. Yox ata, təmiz iş olacaq, arxayın ol. Yaxşı. İşlər necə gedir? Dediyin kimidir? Ha? Yetişir, yaxınlarda düşəcək. Kişi, Galereya Bentley'nin yeni modeli gəlib. Gedib bir yerdə baxaq. Avaram, bir avaram. Sənin başında başqa fikir yox deyil. Hə? Öyle bir yaşında utan da. Bu yaşta hep seninle çok işleyirəm. Bazen elimizden çıxır, xəbərim var. Sami sənin yaşında olanda bir... Halledəcəm də o işi. Hadi çık gir gözünden. Net oradan, gözüm seni görmesin. Çayınızı getirmiştim. Sen çölde gözleyeceksin. Amma Bəhruz əmi, 7 aydır ki, mən bu layihənin üzərində gecə-gündüz çalışıram. Hardasa qusursuz bir layihə hazırlamışam. Sən isə mənə deyirsən ki, çöldə gözləyərsən. Bəli, sen bu meseleye karışmamalısan. Biz bu layihənin ne kadar vacib olduğunu çok yaxşı başa düşürük. Mən bunu sədrə izah eləsəm, onu yola gətirə biləcəyinə inanıram. Deyirsən ki, biz bunu bacarmarıq, ha? Problem senin layihəndə deyil. Tamirlan bunu çok yaxşı bilir ama mesele onu həyata keçirməkdədir. Amma pul yoxdur, oğlum. Bəs bankdan kredit məsələsi nə oldu? Elmlər Akademiyası üçün oradaki inşaatımızı 3 ay qabağa çəkmişdik. Onu bitirməmiş kredit vermirlər. Bu 2 il deməkdir. 2 ilə hər şey dəyişə bilər. Hər bir vəziyyətdən çıxış yolu var oğlum. Bax, Tamerlana bunu başa salmaq istəyirik. Və riski çoxdur. Risk yoxdursa, uğur da olmaz. Bax, sədirliyə namizədin budur. Ha? Gəlir. Samir, sen git otağına. Git. Əgər bu dəfə təşkil alınmasam, mən öz payımı götürüb gedirəm. Sən niyə gedirsən? Əslində o getməlidir. Mehmet Ali düz deyir. Bu hamımızın fikridir. Sen bunu necə eləyəcəksən? Axı bütün səlahiyyətlər ondadır. Bəlkə bugün razılaşdıq. Bəlkə. Bəlkələr mənim boğaza yığdı axı. Bəlkə də məni lap bezdirib. Niye bezmişsən Mehmet Ali?
bilirsən Samir. Risksiz heç nə qazana bilməzsən. Buyur atam. Sən bir planla nə başlaya bilərsən? İstəyirsən bu dəqiqə başlayayım. Sadəcə bir adam var, onu razı salmaq lazımdır. Çünki... Bəhanə gətirmə. Planımı başla. Oldu, sabah. Deyəsən işin sonuna yaxınlaşdıq Cəvit. Nədənsə çəkinirsən? Yox. Yox Cəvit. İllərdir ki, bunun xəyalını qurmuşam. Nəhayət ki, gerçəkləşir. Sənin xəyalını həyata keçirmək asandır, amma bəs biz, Lalə? Bizim xəyalımız necə? Bizim? Biz deyə bir şey heç vaxt olmayacaq. Uşaqlıqdan bəri səni ancaq dost kimi sevmişəm. Elə belə də qalsaq yaxşıdır. Başa düşürsən məni? Mən heç kimi sevə bilmirəm. Uşaqlıqdan, lap o vaxtdan qəlbim buz kəsildi, soyudu. İstəsəm də heç kimi sevə bilmirəm. Uşaqlığımın bütün çiçəklərini qoparıb məni qurutdular. Sabah sənə zəng verəcəm, yaxşı? Hə, bir də mənə Lalə demə. Bilirsən axı, bunu hamıdan gizlətmişəm. Sən mənim gecəmsən. Boşuna. Bir şeysin, niye bana düşürsün?
Anacan. Ana, atam nə vaxt qayıdacaq? Eşitmirsən ana? Deyirəm nə vaxt gələcək? Atan evə qayıtmayacaq. O birbaşa tamaşana gələcək. Dedim axı qızım. Yəqin gecikməz, hə? Axı mən ən çox tamaşanın əvvəlində varam. Heç olub ki, atan söz versin, sözünə əməl etməsin? Hı, qızım? Dur görüm. Mənim qızım tamaşanın ən gözəl qızı olacaq. Doğrudan deyirsən, ana? Bir bax. Hara qaçdı? Bu da mənim şahzadə balam. Güzgü. De görüm, Lalədən gözəli var? Əlbəttə var. Bu nə saçdır? Belə də gözəl olar. Kraliçə səndən daha gözəldir. Yaxşı. Paltarını geyməmiş. Gəl bir şeyi. Yaxşı? İştahım yoxdur ama. Mən çox həyəcanlıyam ey ana. Rolumu yaxşı oynayacağam. Əlbəttə. Yaxşı nədir? Əla oynayacaqsan. Gəl. Atam tez gəlsə onu səhnə arxasına göndər, yaxşı? Yaxşı qızım. Gəl. Şorbanı çəkirəm. Hoş geldin Samir müəllim. Cəmilə dadır. Qonaq otağında Aytən xanımla. Uşağı otağına aparın. Gəl, gedək otağa. Oğlum, Nərgiz sənə rəngli fırça verəcək. Bir şəkil çəkərsən. Sonra bir yerdə baxarıq. Yaxşı mı? Sənə demişdim axı bir də bura gəlməyəsən. Uşağa baş verənləri hiss etdirməmək lazımdır. Onsuz da heç kimi heç bir şey hiss elətdirməyik. Boşandıq da, kimin nə fikirləşinə mənə nə? Mənim şəxsi həyatım haqqında kiminsə bilməsinə ehtiyac yoxdur. Oo, böyük iş adamı. Bunun bir forsuna bax. Hələ ona görə boşandım səndən. Həmişə iş, həmişə özün. Yaxşı, təzədən başlama. Nə istəyirsən? Nə istədiyimi hardan bilirsən? Sən başqa bir şey üçün gəlməzsən. Mərdəkandakı bağı mənim adıma keçirməyini istəyirəm. Nə gülürsən, hə? Oranı almaq üçün mənim qızıllarımı satdın. Yadından çıxır. Oraya mənim tam haqqım çatır, Samir. 4 bədbəxt əvəzi, 4 bədbəxt deyil. Qırma, uşaq eşidəcək. Mənə nə, mənim oğlumdur. Onu da bir gətirdin üstümə. Yaxşı. Sabah vəkilini göndər, bütün sənədləşdirmə işlərini başlasın. İndi isə bu evdən çıx gel. Alo. Ne var? Telefonum bağlıydı. Sabah görüşelim. İndi meşgulum. Dedim axı sabah görüşelim. İndi meşgulum. Sabah!
ayaqqabılarını giyindirim. Hoppa! Qaldır ayağını. Ay sağ ol. 50-ci dəfə də təkrarlayırsan qızım. Qorxma, sözlərini unutmayacaqsan. Valideynlər, biraz tələsin. Tamaşa artıq başlayır. Buyurun salam. Siz bu ayaqqabıları giymişsiniz. Sizə baxım, siz hazırsınız. Hələ gəlməyib. Gəl tacını taxaq. Bax, belə. Bax, əgər gəlməsə onu heç vaxt danışdırmayacağam. Hayır, hayır. Olmaz beyler, olmaz. Bu söylediklerinize imza atmayacağım. Ne hoşuma gelmedi müəllim. Samir, geleceği gören bir proje yaratmış. Kaba inşaat yapan bir firmadan bir binayı her şeyle yapıp teslim eden bir müteahhit firmaya dönüştürüyor. Hem de yan firmalara ihtiyaç duymadan. Şimdi buna yanlış demek ahmaklık olur. Yalnız beyler sizin anlamak istemediğiniz şu. Bunun için zamana ihtiyacımız var. Pulumuz yok, kredimiz yok. Ve ben bu sizin önerdiğiniz bu kanun dışı yoldan bunu yaptırmayacağım. Yani benim bunca yıllık itibarım, benim alın terim... Eğer biz bundan istifade eləməsək, başqaları istifade edəcək. Bu Azərbaycanda ilk olacaq. Məyər başa düşmürsən ki, bazara birinci girən həmişə kazanır? Biz heç kimdən heç nə uğurlamayacağıq Təmirlan. Bizim ve uşaklarımızın geleceğinden uğurlayacak. Ne uğurlu? Ne uğurlu? Biz iş görürük, iş. Bizde buna ticaret değiller. 10 defa söyledim, bir kere daha söyleyeyim. Bir, kapı fabrikası için bu teknolojik know-how'u bu ülkeye ben kaçak yoldan sokmam. Her şey resmiyete dökülmeli. İki, bu fabrikanın inşası için o gerekli pulu diğer inşaatlardan aktarmam. 3, sahte fatura kullanmam. Eğer bunları yaparsak sıfır olabiliriz beyler. Bunca yıllık emeklerimiz boşa gidebilir. Eğer bu layihəni həyata keçirməsək, mən öz payımı alıb ortaqlıqdan çıxıram və salam. İsteyen herkes gidebilir. Bu söylediklerinizi kendi firmanızda gerçekleştirebilirsiniz. Toplantı bitmiştir beyler. Bilirdim ki, axırı belə olacaq. Qızım, oradan mənə bir qurtum su gətir. İyi. Sonuncu dəfə danışarıq ya. Birden yine reddilesi. Bunda danıştığımız gibi iyiydi. Ne oldu Emin? Bu şirketi parçalamağa çalışırsan.
Tamerlan, kasıb bir maliyyə işçisiydin. Sənə inanıb bu şirkətin rəhbəri seçən kimdir? Hı? Mən. İndi sənin bəyənmədiyin bu ortaqların puluna şirkəti böyütdün. Səni adam eləyən bizik. Başa düşürsən? Ha? Getməli birisi olsa o da sənsən. İndi ya bu layihəni həyata keçirməlisən, ya da sənin həyatına biz cavabdeh deyilik. Sən məni təhdid edirsən. Necə başa düşürsən döyüş? Ben hiçbir şey unutmam. Nasıl başladığımızı da. Ama sen de şunu unutma ki benim başkanlığımda kimse pul kaybetmedi. Üstelik başta koyduklarını 5 katına çıkarttılar. Laflarına gelince dostluğumuz da bitmiştir. Ortaklığımız da. Yarın istifanı veriyorsun. Lanet şeytana! Sen beni işten kovabilmezsen, ben senin işçin değilim. Ahmaq! Bu neçəlin içində sən hələ məni yaxşı tanımadın. Bu son deyil, Tamerlan. Son değil. Göreceksin. Alemin seyrine gel, gör ne güzel fitreti var. Her gülün, her çiçeğin öz adı var, her anı var. Onlara kulluk edip her an kurmak gerek. Bunu mektep öğretmiş, borcumuz bunu etmektir. İndi ise gelin təbiətin ecazkar sirrini açak. Sehirli bağ adlı tamaşamıza baxaq. Ona çıxmaqda çıxırsan yola. Oğlum burada ne durursan? Ne problem var burada? Ha.
Kardeşim burada maşın saklamak olmaz ha. Ya ben gecikirəm, sen hallet. Ayten xala bir də gəlməyəcək. Xeyr oğlum, gəlməyəcək. Niyə? Bilməm, o məni çox istəmir. Kim? Sən istəməyən insan var ki. Bu yaraşığa bax, bu gücə bax. Amma nəsə axır vaxtlar xoşuma gəlmirsən, zəifləmirsən elə bil ki. Bugündən dərhal idmana başla. Axşam gələndə güləşəcəyik səni. Yenə mənə uduzacaqsan. Ona baxarıq elə. Ata mənə şəkil göndərir, bəs hardadır? O indi zürafələrin ölkəsindədir oğlum. Burada da telefon tutmur. Ola bilər gəmisini təmir edir. Zürafə? Onlardan da birini bura gətirsəydi, dostlarıma göstərərdi. O heç yeri yerləşmir. Necə gətirsən? Yaxşı, Cəmil. Məktəbə çatdıq. Kaç günə? Axşam evdə görüşərik. Yaxşı oğlum. Sabahın xeyir Azad. Deyəsən gecəni yenə pis keçirtmisən.
Samir müəllim zəng eləmişdi. Telefonunu yenə söndürmüsən. Ama söz vermiştin ki bizi habersiz koymayacağım. Cemil necədir? Yaxşıdır. Ha, oğlun yaxşıdır. Samir ona yaxşı baxır. Makaronların qurtarıb. Gələn səfər gələndə gətirərəm. Sağ ol Zeynep. Zeynep bırak. Ben yaparım. Yaxşı, mən gedirəm. Mənə görə bir tapşırığım. Yok sağ ol. Bir şey lazım olsa xəbər elə. Özündən müğayət ol. Aytənə deyin ki, bura bir də evimə gəlməsin. Hər nə məsələ olsa, siz zəng edəcəksiniz. Təbii ki, çatdıraram. Restoranda rezerv yerlərini danışdım saat 8-də. Birazdan menyunu faksla göndərəcəklər. Restoran müdürünün məsləhətini də qeyd aldım. Qonaqlar hardadır indi? Oteldə istirahət edirlər. İstirahət edirlər. Məncə yox, otel əməkdaşlarına zəng ilə baxaq hardadılar. Oldu. Məmməd Əlinin katibəsi var, Mehbar, yəqin tanıyırsan. Onu zəhmət olmasa bax hardadır, baxsın görsün qonaqlarımızla maraqlanırlar ya yox. Yaxşı sən. Samir xanım hardadır? Axşam iş güc var, gözümə dəymir. Buradayam Samir bəy. Axşam evə getməyə vaxtım olmayacaq, ona görə. Başa düşdüm, yaxşı eləmirsən. Samir bəy, axşam yeməyində danışacağımız mövzuları ardıcıl yazıb qoydum. İstəsəz baxa bilərsiniz. Bir də ki, olar ki, yemək vaxtı sizin laptopunuzdan istifadə edeyim. Olar. Onda qeydləri alıb gəlirim. Sabahınız xeyir. Alo. Hə. Yox. Yox. Yaxşı. Duşdaydım, eşitməmişəm. Görüşək. Saat neçədə? Bu gecə? Yox, təxmini bilirdim. Görüşəndə ətraflı danışarıq. Okey. Okey. Hey! Hey! Dur giyin. Dur giyin! Motley Group'la daha əvvəl yazışmalarda sadəcə mətbəx mebelləri istehsalına əsas götürsək də, istehsal xəttimizə bir ağıllı dəyişiklik etməklə hamam mebelləri əlavə edə bilərik. Are you sure this is profitable? Bu qərar sizin istehsal gücünüzü zəiflətməz. Samir bəy, icazənizlə bu mövzunu mən təqdim edeyim.
İstehsalat təsisatlarımızı daha əvvəl bütün şəkillərdə görmüsünüz. Əlavə bina ilə biz 15.000 kvadrat-metr qapalı sahəyə çıxırıq və tək vardiyada 25 mətbəx, 15 hamam dəsti istehsal edə bilərik. İşçi heyətimizin sayı isə 360-dır. Əgər istehsal miqyasımızın bu nöqtəyə çatması haqqında bir nümunə göstərmək lazım gələrsə, deyə bilərəm ki, gələcəkdə Bakı bazarının 78% bizim əlimizdə olacaqdır. I see. Bu yeni vəziyyətlə əlaqədar lisenziya müqaviləsi sənədləri sizin əlinizdədir. Əgər istəsəz, Azərbaycan Ticarət Qanununun tərcüməsinə də baxa bilərsiniz. Cənab sədr. Can my partner visit the place before signing the contract? Mənim işçilərim müqaviləni imzalamaqdan öncə fabrikanı gəzə bilər. Əlbəttə ki. Onsuz da proqramımızda sabah sizə fabrikamızı göstərmək planı var. Cool, thank you. What would you suggest to drink? İçməyə də keyf edərsiniz. Vodka. Cool, thank you. Vodka. Vodka. Oh. Yeməklər necədir? Xoşunuza gəldi? Enjoy the dinner tonight. Thanks. This is fantastic. Delicious. Thank you. The dinner was very, very good. Thank you. Everything is very nice. Thank you. Sabah saat 10'da sizi otelinizin qabağından gəlib alacaqlar. We'll be up tomorrow at 10 o'clock. Okay. Thank you. See you tomorrow. Thank you. See you tomorrow. Goodbye. Good night. Good Good night. Goodbye. Good night. Afərin Samirə. Bugün bizi yaxşı təmsil elədin. Sabah da belə olacağına inanıram. Yaxşı, mən gedim. Gecən xeyrə qalsın. Amma sürücünü evə göndərmişsiniz. Belə isə maşın sürə bilməzsiniz. Heç nə olmaz. Yox, əsla qoymaram belə gedəsiniz. Sərxoşsuz. Biraz qabaqda taksiyə minərik. Elə mən də ora getməliyəm. Xahiş edirəm. Yaxşı. Gedin. Məhz bu səbəbdən İtalyan dizaynı və Alman texnologiyası mənim seçimimdir. 5 il sonra... Siz həmişə belə danışırsınız? Başa düşməndir. Yəni həmişə belə də iş haqqında. Hirslənməyin, xahiş edirəm. Sadəcə uzun müddətdir ki, eyni mövzularda çalışmaqdan artıq yuxuda da müqavilələr hazırlayıram. Biraz dincəlmək lazımdır. Baxın hansı mahnı çalır? Şostakoviç. Bir dəqiqə bunları saxlayın. Gəlin.
Nərgiz? Nə olub? Başa düşdüm. Səmir xanım, mən evə getməliyəm təcili. Nəsə ciddi bir hadisə baş verib? Dayənin anası xəstələnib. Uşaq tək qalacaq. Mən də sizlə gəlim. Bəlkə nəsə kim... Yox, ehtiyac yoxdur, narahat olmayın. Mən özüm hər şeyi yoluna qoyacağım. Gözləyin, mən də gəlirəm. Başqası üçün gələcək. Bilmək olmaz. Onda gəl birinci səni apara. Sonra mən gedərəm. Yox, sizin işiniz daha vacibdir. Birinci sizə gedək. Yaxşı, gedəyim. Samir, mənim anamı xəstəxanaya aparıblar. Mən necəsə kömək edə bilərəm. Yox, çox sağ olun. Qonşular nə lazım deyilib. Sürücünüz məni xəstəxanaya apara bilər? Maşını... Qapıda taksi gözləyir xanım. Mənim üçün telefonla da çağırıb. Cəmili yatızdırdım. Sabah gələrəm, sağ olun. Allah şəfa versin. Çox sağ olun. Uşağı yatağımı qoyub qayıdıram. Kömək eləyim? Sağ ol. Sağ ol. Necə vaxt belədir. Eve gelmeyince yerine girmiyor. Gecelerin olsun. Oğlunuz çok şirindi. Eyb yoxdur. Artık geç de istəyirsiniz. Düz deyirsiniz. Vaxtında evə getməsən sabah işə gecikərəm. Ben bir tane taksi için Mümkünsə. Çox sağ ol. Mən niyə yavaş danışırım? Yatmamısan ki? Oldu. Onda gel
Evin qabağına dediyim şeyləri sənə verəcəm. Aha. Hə, bir də içməmisən ki? Aha. Gəl, gözləyirəm səni. Gəldin evin qabağına? Alo. Samirə xanım, Samir mənimdir. Buyurun Samir bəy. Sırqavuzun bir tayı düşüb buradan. Zəngilədim ki, narahat olmayasın. Eybi yoxdur. Ona görə heç narahat olmuyor. Bağışlayın, narahat elədim. Dostunuz da yəqin gözləyir sizi. Yox, yox, mən... Gecəniz xeyrə qalsın. Sizin də gecəniz xeyrə qalsın. Atanın istənməyə haqqı var. Amma mən vəziyyəti sənə başa saldım. Samirə zəng elə gör iclas necə keçib. Yaxşı. Alo, Samir mənim. Evet. Nə oldu? Yaxşı, yaxşı. Sağ ol. 90% müqavilə imzala. Narahat olmayın. Mən qeyri-qanuni bir şey eləyərəm, müqavilə də pozular. Məncə də ləğv elə. Yoxsa atam hirslənəndə bilirsən də necə olur. Bilirəm, bilirəm. Gətirmisən? Yarısıdır. Mən sözümü tuturam. Müqaviləni ləğv eləyərsən, qalanında olarsan. Bundadır. Elqar. Bazar günü ova gedəcəm. İstəyirsən sən də gəl. Əla olar. Çoxdandır getmirəm. Oldu. Bazar günü görüşərik. Salamat qal.